Sizcə yayda hansı kosmetoloji prosedurları etmək təhlükəlidir? Yayda daha yaxşı olar ki, travma verən, aşılayan prosedurlar olmasın. Bura aqressiv prosedurlar, məsələn biz lazer prosedurları deyirik, hansı ki bəzən dərinin üst təbəqəsinə həddindən artıq travma verir. Məsələn o prosedurlar icra etmək doğru deyil. Yüngül hidrofacial deyirik, yüngül üz təmizləmə, üz baxımı ola bilər, heç dərin də olmaz. Bəzi peelinglər var, məsələn istifadə etmək olmaz. Ləkə müalicəsini aşırı hansı ki biz ləkəyə görə istifadə edirik, onlar istifadə olunmamalıdır. Yayda ləkəni sadəcə qorumaq və ağırlaşmaması üçün tədbirlər görmək lazımdır. Yayda botoks istifadə etmək olar, botulinum terapiya olar. Yəni ümumiyyətlə o ilin hər mövsümündə var. Daha sonra PRP, plazma terapiya istifadə etmək Hətta olar. məncə onun çox daha xeyri var. Xeyri var, amma yenə də bir prosedurdur deyə o demək deyil hamıya plazma terapiya Etməlidir. olar. Yenə də Bəli. seçilməlidir. Yəni pasient prosedura görə seçilir mütləq şəkildə. Yəni bu hamıya eyni şəkildə ola bilməz. Yaxşı nəticə verəcək deyə bir şey yoxdur. Yox, %100 deyil. Təbii Yəni ki. ümumiyyətlə tibbdə əslində bir qarantiya yoxdur, amma yenə də biz onun üçün bir dəqiq müayinə aparmadan istəmirik ki, pasientə məsələn hər nə gəldi vurulsun. Yəni o ümumiyyətlə bir peşəkarcasına deyil.